Salam dostlar. Bugün imtahan günüdür, xəbəriniz var. Deməli, 9 mart günündəyik. Saat 9:40-dır və mən evdən təxminən 10-da çıxacağam. Çünki düşdüyüm məktəb evə çox yaxın məsafədədir. Çox həyecanlıyam. Bayaqdan biraz video çəkmək gecə yadıma düşdü. Əslində çəkmək ağlımda, sadəcə gecə yadıma düşdü. Azərbaycanla götürdüm, fonetik şeyləri oxudum. Fonetikanı biraz oxudum ki, bəzi sözlərin yazılışı falan yadıma düşsün, i ilə, ü ilə olanlar. Sonra riyaziyyatdan götürdüm, şey oxudum. Prizmanı, düzbucaqlı paralelepipedi, piramidanı falan düsturlarını oxudum. Vektorlara biraz da baxdım, üçbucağa biraz da baxdım. Neysə, bir də maşında da bunu oxuyacağım. Həndəs sistemini, bir də ədəd sistemini düsturlarını oxuyacağım. Dostlar, bilmirəm. Bir də imtahan üçün bir dənə göy qələm, bir dənə qara qələm, bir dənə karandaş, bir dənə pozun götürmüşəm. Bir dənə də daktil götürmüşəm ağarcı olaraq. Ümid edirəm ki, götürməzlər. Bir də mənim çox daktilim var, gözəl olanlar da var. Yəni göstərərəm bir dəqiqə. Məsələn, belə daktilim var. Və belə daktilim var, amma bunları götürmədim. Çox basitimi götürüm ki, birdən əlimdən alsalar, bari içim yanmasın. Yəni, məsələn, bu qaşlı şeyi niyə götürsünlər? Və dostlar, imtahanına gedəcəm. Mənim sinifimdən bir dənə də qız oraya düşüb, amma artıq imtahana sinifinə girir. Bayaqsan gəlir ki, mən sinifə girirəm. Dedim, nə? Bir dənə imtahanı verək gəlir. İçimdə birisi var. Yəni ki, artıq axırıncı imtahandır. O boyda 9 SAT, bir dənə də SAT, sonra təzə TOEFL, sonra IELTS, nə bilim nə. O qədər sizcə imtahandan artıq bezmişəm də, o qədər bezmiş durumdayım. Ona görə bir dənə bunu verim. Bitəcək dostlar. Bundan sonra, imtahandan sonra çox gözəl planlarım var. Həm bugün, həm də bugündən sonra Instagram üçün çoxlu şeylərimiz var. İşbirliklərimiz falan olacaq. Daha sonra yeni bir dil öyrənəcəm, musiqi alətini falan. Piyano təzədən getməyə davam edir. Təzədən getmək istəyirəm və s. Çox gözəl olacaq həyat. Bəli. Bir də tibbə qəbul olacağam. Mən canım 2 dənə bacım da gedir mən imtahanı yoxlamağa. So what's up in that together? All the nights we got together. She must come and dance together. I'm not gonna leave. Haksızlığında yok demek haksızlık sana ama Gelir imtahana. Və bu da mənim imtahan vaxtımda. Anam həmişə imtahan alır. Sınav falan gedə də mənə bunu başlar. I'm not gonna leave her. So what's up and out together? I shall try to love her. And I hope. İmtahandan çıxdım, sual kitabçam burada. Məncə düşünürəm ki, biraz açıq suallar həqiqətən çətin düşmüşdü. Amma məsələn, riyaziyyatın qapalı sualları çox asan idi. Düşündüyümdən də daha asan idi. Biraz daha düşündürücü ola bilərdi. Amma qapalı suallar məsələn Azərbaycan dilində çox çətin düşmüşdü. Xüsusən də bədii mətn. Və suallarda məsələn normalda deyir ki, bir dənə cümləni götür, xüsusiyyətlərinə görə zənginləşdirib yaz. Bu dəfə deyirdi 2 dənəsini yaz. Falan məncə onlar biraz artıq düşmüşdü və açıq suallara görə həqiqətən çatdıra bilmirdim az qala. Son 1 dəqiqə qala cavab kartına köçürürdüm o dərəcə. Amma riyaziyyatdan sadəcə açıqlardan birini yazmamışam. İngilis dilinin hamısını yazmışam. Azərbaycan dilindəki açığın birindən əmin deyiləm. Qapalılarda da yenə əmin olmadıqlarım var, amma yəni düz də çıxa bilərlər. Dostlar, indi gəlmişik marketə. Evə gedim, suallar haqqında biraz daha danışacağım. Narahat olmayın. Hansı səhvlərim var, hansı düzlərim var, onları deyəcəm. Dostlar, testimi yoxladım. Sizə də ümumi imtahan haqqında, nə düşündüyüm falan haqqında biraz məlumat verim. Bir bütün dostlarımla danışdım. 9-da çox yaxşı, 290-a yaxın bal alan dostlarımla danışdım. 700 istəyən dostumla, 300 istəyən dostumla danışdım. YouTube-dakı kommentlərə baxdım, digər izahlarda falan. Hamı çox pis yazıb. Yəni, ürəyə gedən kim, ağlayan kim falan kim. Çox pisdir. İmtahan son 6 ilin ən çətin imtahanı idi. Həqiqətən də bunu deyirlər və mən də qatıram. Keçən ilkiləri işləmişdik və keçən ilki elə ən asan idi və ondan əvvəllərdə bu qədər çətin deyildi. Nəysə, indi keçək necə yazdığıma. Riyaziyyatdan hamı 2 dənəsini yazıb. 2, maksimum 3 dənəsini yazan var. Bir neçə nəfər oldu ki, yəni yazıblar. Mən deməli, birini yazmamışam, birini yarım yazmışam. Yarım bal, 3də 1 demək istəyir bəsdir. Bu, amma qalanları düzdür. Üçün 5 dənə sual açığım düzdür və riyaziyyatdan bundan əlavə qapalıda bir dənə sualım var. Və o qədər mənasız bir dənə suala baxın. Bunu tamam 40 yox, 50 götürmüşəm. Tamamilə mexaniki olaraq. Yəni, niyə belə bir şey eləmişəm bilmirəm. Məsələn, mən əgər tapşırıqlarımı yoxlamağa vaxtım qalsaydı, əlbəttə bunu düzəldəcəkdim. Düzdür, amma tapşırığı yoxlamağa vaxt qalmadı. Həqiqətən
Bu suallar çox çətin idi. Azərbaycan dilində açıqları çox vaxt olan suallar idi. Ona görə yəni vaxt bölüşdürməsi heç kim eləyə bilmirdi. Bizim sinifdə də vermək istəmirdilər imtahan bitəndə testlərini uşaqlar. Daha sonra ingilis dilini, yəni qrammatikanı yoxladım, düzdür. Mətndə hamısı düzdür. Burada sadəcə məsələn bilmirəm 2 dənə sinonim dəyişməkdə bilmirəm o dəyişdiyim sinonim bal verəcəklərmi yoxsa yox. Listeningdə də hamısı düzdür. Sonra Azərbaycan qrammatikada bir səhvim var və o qədər pis səhvdir ki, yəni dəhşətdir. Kaş bunu səhv yazmazdım. Həqiqətən kaş bunu səhv yazmazdım. Çünki qrammatika mənə çox da çətin gəlmədi. Qayda asan idi qrammatikası Azərbaycan dilinin. Yəni məsələn bunu da yenə yoxlasaydım, əgər bir dəfə də geriyə dönüb hə baxım görüm nə yazmışam desəydim, mən bunu düzəldəcəkdim. Nə eləmişəm deyim ona? Açıq-aşkarda sözün deyilişini açıq x götürmüşəm. Q yox, yəni qoğalın ğısını yox. Bildiyimiz nəyin? X götürmüşəm də, yəni şu an söz yadıma gəlmədi x ilə. Mətnlərə keçdik. Mətnlərimdə mən ikinci mətn deyil, bədii mətni 30 dəqiqə qalıb dedilər və onda başladım yazmağa və hələ heç nəyə köçmür. Riyaziyyat falan eləməmişdim. Kodlaşdırma bitirməmişdim, Azərbaycandan köçürtməyə başlamamışdım cavab kartının şeylərini. Nəysə, burada bədii mətni demək olar ki, belə oxudum, nə oxudum tam anlamadım. Mətn çox çətin idi. Hələ də bilmirəm kim kimi vurur, kim kimi eləyir. Yazdım, amma gəldim yoxladım ki, hamısı düzdür. Yəni qrammatikanın qapalan hamısı düzdür. Digər mətndə də qapalan hamısı düzdür. Publisistik mətndə açıqlara gəldikdə isə hamısı düzdür. Sadəcə burada sən sayını gör fələk nə sayır. Mən bu sözün mənasını bilmədiyim üçün yəni rastgele bir şeylər yazdım. Amma düz də ola bilər. Məncə uyğundur. Nə yazmışam? Burada yazmışam ki 11-ci siniflər 1-ci zonala verən varsa bizdə nə yazmışam onu qeydəcəm. Yazmışdım ki, bəs birinci növbədə bunlar Samur çayına doğru hərəkətə gedəndə Toxtamış xan kimdir? Bunlar Samur çayına doğru hərəkətə gedəndə İbrahim xan artıq əhalini təxliyə edir, müttəfiqlərlə danışır və s. Bir də yazmışam ki, elə bilirlər, bəs şəhər boşda, şəhər boş deyilmiş, İbrahim xan nəsə eləyibmiş falan belə bir şey yazmışam. Digərində də açıqlarında hamısı düzdür, səhvim yoxdur. Bir dənə bu atasözünü düz götürənmi, bilməzlərmi bilmirəm. Yəni Azərbaycan dikəşo qrammatikanı düz yazmış olardım, çünki 100 bal olacaqdı. Bu qədər. Dostlar, bu videonun da sonuna gəldik. Ümid edirəm ki, imtahanınız çox-çox yaxşı keçib. 2-ci zonalara və 9-cu siniflərə çox-çox uğurlar arzulayıram. Bilirəm ki, bu imtahan çətin olub və siz hamınız da bunu eşitmişsiniz imtahan çətin olmasını. Yenə də qorxmaya gəl, imtahanınıza hələ vaxt varsa, bəlkə də sizə daha yaxşı düşər deyə ümid edirəm. Və əgər pis yazmışsınız da, canınızı sıxmayın. Blok var qabaqda ya da yəni heç bir şeyin sübut eləmir bu imtahan. Qorxmayın. Uğurlar. Sağ olun.